Sonuncu sual sizi ünvanlamaq istəyirəm. Bir xanım yoldaşından boşanıb rəsmi nikahdan, amma dini kəbini qalıbdır. Bu halda xanım nə etməlidir? Çox sağ olun. Bəli, təəssüflər olsun, bugün cəmiyyətimizdə bu hallar həddən artıq çoxdur. Yəni biz eyni zamanda bir ilahiyyatçı kimi, bir bu dini camiədə olduğumuz kimi bu cür məsələlərin şahidi oluruq. Əlbəttə, hüquqi dövlətdə yaşamağımıza baxmayaraq bizim milli mənəvi dəyərlərimiz var. O milli mənəvi dəyərlərin öz əksində bütün Azərbaycanda inanclı olan insanlar hüquqi nikahla paralel şəkildə eyni zamanda dini nikahı da icra edirlər, dini nikahı da kəsirlər. Və bu dini nikah da ilahi qanundur. Yəni biz bunu da təkidlə hər zaman deyirik ki, dini nikahla paralel şəkildə həm hüquqi müstəvada qeydiyyat alınmalıdır və eyni zamanda da hüquqi müstəvada da qeydiyyat alınırsa, o zaman dinimiz də bunu tələb edir ki, ailə həyatı quranda təbiidir, həmin bu dini nikah ilahi xeyir duadır, Allahdan bu ailə üçün xeyir bərəkət istəməkdir. Bu çox gözəl bir şeydir. Amma təəssüflər olsun ki, belə hallar baş verilir və bugün bizim Azərbaycanımızda bu məsələlərlə bağlı, yəni müraciətlərimiz həddən artıq çox olur. Burada səhlankarlıq var. Səhlankarlıq nədən ibarətdir? Birinci, təbiidir, yenə deyirəm, hüquqi dövlətdə yaşamış olsaq da biz bəzi dini dəyərlərimizi bilməliyik. Dini dəyərlərimiz bundan ibarətdir ki, əgər bəy xanımla eyni yerdə ailə həyatı qurubsa və yaxud da ki, eyni yerdə yaşamırsa, necə ki, bunlar öz könül xoşluqlarından gedib dini nikaha girmişdilərsə və bir-birindən müəyyən bir müddət yaşayandan sonra indi həyat belə gətirdi, hansısa səbəblər gətirdi, o nəticəyə çıxartdı ki, bunlar bir yerdə ailə qurmadılarsa və yaxud da ki, ailəni davam etmədilərsə, onda bunlar yenə də öz könül xoşluqlarından getməlidirlər, o dini nikahı pozdurmalıdır. Çünki Quranda da belə bir ayə var, deyir ki, siz ailə həyatını qurandan sonra ya bu xanımı, yəni həqiqi dürüst olaraq ona yaxşılıq etməklə bir ailə kimi saxlayırsınızsa, saxlayın, nəfəqəsini, yeməyin, içməyin, xərcini verin, yəni ailə kimi ona baxın. Ailə kimi baxmırsa da sizin haqqınız yoxdur, onu özündən asılı saxlayasınız. Bu dini kəbini verməmək xanımı özündən asılı saxlamaq deməkdir. Bəli, bu mövzularda dini atmosferindən biz danışanda, bəli, rəsmi nikahdan pozulan hər bir xanımın özünün haqq və hüququ var ki, bu məsələdə gəlsin dini birliyi bilən insanlara, İslam terminindən desək ki, şəri hakimin səlahiyyətini özündə daşıyan müəyyən dairələrimiz var, idarələrimiz var. İstər Qafqaz Müsəlmanları İdarəsi olsun, istər Qafqaz Müsəlmanları İdarəsindən təyin olunmuş müəyyən insanlar ki, var, bu təlaq işləri ilə məşğuldur. Ora müraciət edirlər xanımlar. Müraciət edəndən sonra bunların əgər rəsmi nikahlarının pozulması haqqında şəhadətnaməsi varsa, o zaman o şəhadətnamənin surətini gətirirlər. Gətirəndən sonra qarşı tərəflə, yəni dindar olan bir insan və yaxud da ki, o dini kəbini pozmağa cəhd edən hər hansı bir insan qarşı tərəfə məlumat verir ki, bəs siz həm dini baxımdan, həm bizim milli mənəvi dəyərlər baxımından düzgün addım atmamısınız, xanımı asılı saxlamaq olmaz. Yəni, maariflənmə işlərini aparır, qarşı tərəfi maarifləndirir və maarifləndirəndən sonra ya özündən tələb edir ki, sən bu dini nikahı pozmalısan, yox, əgər sən bu dini nikahı pozmursansa, inadkarlıq edirsənsə, artıq sənin buna səlahiyyətin yoxdur. Çünki xanımın rəsmi nikahdan ayrılması var və eyni zamanda xanıma sən ailə həyatı kimi baxmırsan, onun xərcliyini ödəmirsən, onun nə bilim yanında olmursan, onu təmin edə bilmirsənsə, o zaman sənin o nikahın saxlamağın heç bir mənası yoxdur. Ya sən özün o nikahı pozdurmalısan, ya da ki, səlahiyyəti biz götürürük öhdəmizə danışıqlar aparandan sonra, o zaman yəni dini inancı olan insanlar o kəbini pozdururlar. Və bunu da deyim ki, bizim hüquqdan savaydı, yenə deyim ki, bu dini etiqadda həm ədəbi, həm mənəvi, həm əxlaqi dəyərlərimizə zidd olar ki, məsələn, ona biz əhəmiyyət verməyək. Kişi özü çıxıb gedibdi, hətta belə bir deyim var, deyir ki, bir ildən çoxdur məni atıb gedibdi, zaten biz bir yerdə yoxuz, nikah pozulub. Bu, şəriət baxımından bu cür deyil. Bəli, cəmiyyət baxımından bu cür ola bilər ki, bu bəy bunu atıbdı, bundan yaşamır, bundan bir yerdir. Amma daha yaxşı olar ki, o dini nikahın pozulması üçün müraciət olunsun və dini bilgisi olan və yaxud da dediyim kimi, həmin o hansısa qurum tərəfindən təyin olunmuş təlaq məsələlərinin həyata keçirilməsi və yaxud da nikahların icra olunması bu məscid daxilində ola bilər,
hər hansı bir ziyarətgahlarda təyin olunmuş din xadimləri ola bilər ki, onun vasitəsilə bu məsələ öz həllini tapır. Yəni bunu asılı saxlamağın heç bir əhəmiyyəti yoxdur. Sadəcə burada xanımlar biraz da şəri məsələlərini bilməlidirlər və müraciət eləməlidirlər. Müraciət əsasında da öz həllini tapır və nikahı da pozdurmaq mümkün olur. Çox sağ olun, təşəkkür edirəm. Xatırlatmaq istəyirəm ki, bugünkü qonağımız ilahiyyatçı Hacı Atıf İsmayılov oldu. Təşəkkür edirəm sizə dəyərli vaxtınızı bizə ayırdığınız üçün. Dərin baxış verilişini mən Nazlı Onurun təqdimatında izlədiniz. Gələn görüşlərə qədər hələlik.